bir alim olub, Şeyx Şuştəri adında, Şeyx Səhli Şuştəri. O deyirdi, mənim 6-7 yaşım vardı, sual verdilər ki, siz nə cür oldu gəldiniz, belə bir məqama çatdınız, elmi, mənəvi, görkəmli bir dahi şəxsiyyət. Şeyx oldunuz, cəmaat sizə rəğbət eləyir, cəmaat sizə belə deyək, iqtida eləyir, təqlid eləyir. Nə cür oldu bu səviyyəyə gəldiniz, çatdınız? Deyir ki, mən uşaq vaxtı daimin yanında otururdum, ya bir böyüyümün yanında otururdum, gecə vaxtı namaz qılır diyor. Mən də namaz qılırdım, amma məni çox zəhmətə salmırdı. Uzun uzadı namaz qılırdı gecə namazı. Mənə ancaq deyirdi ki, sən otur zikirdi. Görürdü əl çəkmirəm, əvvəl deyirdi yat, amma görürdü əl çəkmirəm, mənə deyirdi onda sən otur zikirdi. Çox məni yükləmirdi. Bir dənə zikr öyrədirdi mənə. Deyirdi ki, elə bunu de, ondan sonra yatarsan. Ya hazir o, ya nazir. Allahın adlarından biridir. Ey hər yerdə hazır olan, ey hər yeri görən. Allah. Deyir, nə oldusa, bax, həmin vaxtdan oldu. Mənim bu məqama çatmağımda əsas səbəb, bax, həmin o gecə vaxtları ki, böyüklərimlə bir yerdə dururdum, ya hazir o, ya nazir zikrini deyirdim, o məndə elə təsir qoymuşdu ki, mən artıq baxırdım məsələlərə, gördüm ki, yox, bu məsələ olmaz. Olmaz. Niyə görə? Çünki Allah buradadır və Allah görür.